Seyfettin doktor, icazə versəydiniz sizin klinikanızın mən adını çəkib, telefon nömrəsini çox milyonlu tamaşaçılarımızın nəzərinə çatdırmaq istəyirəm, mənim əzizlərim. Seyfettin doktor danışanda belə, insan onunla söhbət eləyəndə belə bir rahatlıq tapır, bir sakitlik tapır. Çünki adamın elə həyatda amalı budur ki, onun klinikasına, ona müraciət edən insanlara ilkin olaraq psixoloji təsir edib onların birinci, belə deyim də, düşüncəsini sağalsın, sonra keçirik fiziki sağalmaya. Mən ünvanı diqqətinizə çatdırmaq istəyirəm. Xətai rayonu, Məhəmməd Hadi küçəsi 66B ünvanında yerləşir. Həzə Aslanov metro stansiyasının yaxınlığında. Əlaqə nömrəsini də qeyd edin, 050 635 04 22. Xəstəlik... İcazə versən, elə bayaq gözəl yazarımız dedi. Mən də bir təqdimat eləyim özümü. Mən Dünya Çin Təbabətı Konfederasiyasının üzvüyəm. Bəli. Yaponiyanın Beynəlxalq OİSKA təşkilatının üzvüyəm. UNESCO-nun Xalq Yaradıcılıq Təşkilatının Azərbaycan bölümünün rəhbəriyəm və Doktor Seyfettin Klinikasının sahibiyəm. Bizdə dünyada bugün bütün dünyanın tendensiyası təbii sularla müalicəyə gedir və bizdə də o ənənəvi yolu, bu indi alternativ deyirlər, səhv deyirlər. Ənənəvi odur ki, keçmişdən gələn yolu, yəni təbii surlarla apiterapiya, ağrı müalicəsi, hiridoterapiya, zəli ilə müalicə, qurbağa ilə müalicə, bitkilərlə, məlhəmlərlə, məcunlarla baş ağrısından insanlara azad edirik, migren xəstəliyini müalicə edirik. Onun bilirsiniz, iynə dərmanla müalicəsində hələlik bir nəticə yoxdur. Bəli. Eyni zamanda zob xəstəliklərinin müalicəsində təbii surlarla, ondan sonra oynaq xəstəliklərində, əsəb xəstəliklərində, panik atakda, qəbizlikdə, ishalda, babasildə, varikoz damarda, qan təzyiqində, ürək damar sistemi xəstəliklərində, yəni təbii surlarla bütün dünya buna gedir. Bütün dünya, çünki elə dərmanlar var, 50 ildən sonra deyirlər ki, bu xərçəng yaratmağa meyillidir, ona görə dayandırırlar. Bəli, bəli. Və bu baxımdan da mən də sizə çox təşəkkür edirəm. MTV-nin bu sevimli çıxış yolu proqramında Nurana xanım Gülər, çox sağ olun, yenə deyirəm, mən təqdim elədiniz, mən də məlumat verirəm ki, bizim klinika yerləşir Həzə Aslanov metrosunun çıxışında, oradan görünür 50 metr məsafədir və üstünə də yazılıb böyük hərflərlə Doktor Seyfettin Klinikası. Hər zaman o dediyiniz nömrəyə 050 635 04 22 və ya da 055 250 1080 nömrəli telefonlarla zəng eləyib, əvvəlcədən deməklə rahat şəkildə qəbula gələ bilərlər. Çox sağ olun, minnətdarım. Təşəkkürümü bildirirəm, minnətdaram sizə.